Aa. Səhifəsinə baxın, ondandır. Hə, yaxşı, adını yazmayın bura. O adı yazmayın bura. Hamiləyəm, nəfsim çəkdi. Hamilə qoya bilir ərim səni. Dalın gətirə bilməyim. Mən də hamilə olmaq istəyirəm. Hamilə olmaq canım çəkdi. Ne yaxşı qızlar, hamilə olanda bizdə nə görürsünüz, ağzınızın suyu axır. Bəs bu subay qızlar da hamilə olmaq istəyirdi. Mən də hamilə olmaq istəyirəm. Ne deyirsən? Bana nəfsim çəkdi mənim. Mən də hamilə olmaq istəyirəm bacı. Necə edeyim indi? Soxursan qarnı bu gözümə. Necə mən hamilə olmaq istəyirəm. Ne edeyim indi? Nəfsim çəkdi. Hə? Hamilə olmaq istədim indi məndə. Nə varıq indi? Sən keyfsizsə mən də hamilə olmaq istəyirəm. Nəfsim çəkdi. Günahdır elə deməm. Ay ürəyim, mən çəkilib qıraqda yiyirəm. Göstərmirəm ki. O mırtdaşır məndən. Mən də ondan mırtdaşıram. Eşref denen. Eşref, neredesin ayol? Eşref'in tutması 2. gün tutur, ben 1. gün. Bəzilərdir, bəlkə biri hamilədir, nəfsi çəkir. Deyirəm, bəlkə cavan qızların da hamilə olmaq nəfsi çəkir. Çəkirdə insan da o da hamilə olmaq istəyir, nətər eləsin? Ne yirsem? Ne geldi? Çözüm bilmedim ne yedim. Neyse, astralım yoktu kızlar. Barmen. Köpüklerimi korrekt edildim. 2 güne gelip. Korreksiyasının vaxtı duracağım. Kopartmışam 1-2 tanesini ona göre kızlar. Ben elim dicli yanmır. Pisti, misti, isti, pisti. Her nereden? Elman çok sağ ol. Teşekkür ederim. Barmen. Atip tip yefsi gıda. İstəmirdir ya uşaqlar. Ne istəmirəm?